Yaxın Şərqdə sülh ümidləri rəsmiləşir. İsrail Baş naziri Benyamin Netanyahu Vaşinqtonda keçirilən sülh şurasına dair sənədi imzalayıb. Bu imza fevralın 19-da planlaşdırılan və Qəzzanın bərpasına həsr olunacaq beynəlxalq konfransın hüquqi zəminini təşkil edir. Regionda gərginliyin azaldılması və humanitar yardımın təşkili üçün bu addım tarixi əhəmiyyət kəsb edir. Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıqda yeni və yüksək texnoloji mərhələ başlayır. Yeni imzalanmış strateji tərəfdaşlıq xəritəsina əsasən tərəflər süni intellekt, kosmik sənaye və rəqəmsal infrastruktur sahəsində geniş miqyaslı layihələr həyata keçirəcəklər. Əməkdaşlıq çərçivəsində ölkəmizdə rəqəmsal istedadların yetişdirilməsi, kiber təhlükəsizlik təşəbbüsləri və birgə innovasiya körpülərinin qurulması planlaşdırılır. Bu Azərbaycanın regionun texnoloji mərkəzinə çevrilməsi yolunda ən böyük addımlardan biridir. Üçüncü xəbərimizdə isə Azərbaycan futbolunda tarixi rekord qırıldı. Qarabağın və milli komandamızın gənc ulduzu Nəriman Axundzayda Azərbaycan futbol tarixinin ən bahalı oyuncusu ünvanını qazanıb. Transfer qiyməti ilə bütün rekordları alt-üst edən gənc hücumçu bu uğuru ilə həm klubun, həm də ölkə futbolunun beynəlxalq nüfuzunu bir daha sübut etdi.